Salam dostlar, mənim adım Ayşəmdir. Mən 70 nömrəli liseyin 3D sinifində oxuyuram. Bugün qəhrəmanlarımızın uyuduğu məkana gəlmişəm. Onları ziyarət edirəm. Bilirsiniz, bura bugün çox sakitdir. Amma mən istəyirəm ki, onlar bizi görür. Dostlar, əslində bura gəlməkdə bir məqsədim var. Çox fikirləşdim. Bilirəm ki, hamımızın bir qəhrəmanı var. Mənim də qəhrəmanım Polad dayıdır. Polad dayı, sən bizim Polad ürəyimizsən. Polad dayı, bugün burada sənin yanındayam. Mən bilirəm ki, məni görürsən, məni eşidirsən. Mən uşaq olsam da, sənin qəhrəmanlığın haqqında çox eşitmişəm və unutmayacaq böyük bir ürəyə sahibəm. Polad dayı, sən müharibənin açarı idin. Sən qorxunun qapısını bağlayıb qələbənin qapısını açdın. Bugün bir estafetə başlamaq istəyirəm. Buradan bütün məktəbli dostlarıma səslənirəm. Siz də bu estafetə qoşulun, öz qəhrəmanınızı tanıdın.